Bir maraqlı sual verəcəm. Biz müzakirəyə səbəb olmuşdu. Hansı şeflərimizdən biri bizə demişdi ki, dərs zamanı göbələk yumaq olmaz. Sonra düz aydınlıq verdi, necə hallarda yumaq olar, necə hallarda yumaq olmaz. Sizin fikrinizcə göbələk yuyulmalıdır, yuyulmamalıdır? İlk öncə bütün şeflərin fikirlərinə hörmətlə yanaşıram. Hamısı ayrı-ayrılıqda dəyərli insanlardır. Tanıdığım bütün qardaşlarımıza da buradan salam göndərirəm. Göbələk əgər dərhal istifadə olunacaqsa, yuyub torpaqlar ola bilər ki, yapışsın. Yuyub dərhal istifadə eləmək olar. Və əgər saxlayacaqsınızsa onu +4-də, mezonplastda ehtiyatda, onda əgər elə bir şey olacaqsa, məsləhət görürəm, qabığı soyulsun, su dəyməsin. Yüngül limon suyuna vurub belə rəngi ağ şəkildə +4-də saxlamaq olar. Mən belə düşünürəm. Təşəkkür edirəm. Çox sağ olun.